Şeytan 6000 il mələklərə fəzilət haqqında moizə edirdi. Şeytan 6000 il səcdə edirdi. 6000 il mələklərə Allah bizdən uzaq eləsin, bizim kimi oturub moizə edirdi. Allah bizdən uzaq eləsin. Bir fəzilətli bir varlıq sayılırdı. Şeytan abiddir, buynuzlu, buyruqlu varlıq deyil. Şeytanın obrazı abid obrazıdır. Bunu yaddan çıxartmayın. Mən film rejissörü olsam şeytanı abid kimi göstərərəm. Biz elə bir şeytanın elə görüntüsü üzündədir də. Məsələn, buynuzlu, belə qorxulu bir varlıqdır. Baxan ki, bu şeytandır, Allah buna lənət eləsin. Yox, o görürsən, sən nə qəşəng maşallah şeytandır bu. Baxırsan, görürsən, çox yaxşı şeytandır. Baxırsan, çox da belə ibadətlə məşhur olan, belə deyək, dindarlıqla məşhur olan bir varlıq idi. Bu neçə ildir səcdə edir, mələklərə ağıl qoyur. Allah dedi ki, gəlin görək ki, bu şeytanın səcdəsi, fəzilət haqqında danışdıqlarının həqiqəti var, yoxsa yoxdur, nə qədər səmimidir? Heç nə, sadə bir mexanizmi işə saldı. Həmişəki bir metodudur Allahın, həmişəki priyomudur. İlk gündən belə elədi. Dedi ki, yaxşı bu qədər ki danışırdın, səndən üstün bir varlıq yaratmışam. Adəm bu fəzilətləri vermişəm ona. Səndən də bir tələbim var, buna səcdə elə. Neçə ilin abidi, vaizi, minbərdən danışanı filan, dedi, yox, öldür bu səcdən eləməyəcəm. Və başladı alternativ nəzəriyyə qoydu Allahın nəzəriyyəsinin qarşısında ki, sən bilmirsən Allah, mən oddan yaranmışam, o torpaqdan yaranıb. Bu düz gələn şey deyilsən, deyəsən nəsə səhv hökm verdin elə bil. Belə deyil, bunu demək istəyirdi yəni. O ki deyir, yox, mən oddanam, o torpaqdan, yəni sənin əmrin səhvdir. Hökmün səhvdir və imtina elədi. Görürsünüz, birinci imtihan, birinci günah hansı mövzuda? Yer üzünə gəlir insan, yenə də birinci qan bu mövzuda tökülür. Yenə də bir fəzilətli, 2 dənə abid insan, 2 dənə qurban kəsən adam gəlir, ikisi də qurban gətirir, ikisi də namaz qılan, dindar, mömin, birinin qurbanı qəbuldur, birinin yox. Bu görür ki, o bundan üstündür. Ona hörmət eləməyə əvəzinə gedir, onu öldürür, 2 dəfə qan burada tökülür. Bu nədən xəbər verir? Bu nədən xəbər verir? Bundan xəbər verir ki, bəşəriyyətin əsas düyünü bu mövzudadır. Bu işi həll eləsə insanlıq ağ günə çıxacaq. Bunu Allah xəbər verir. Bu məsələni özünün fəzilətli adamlara münasibətini düzgün eləsə, bu düyünü aça bilsə, vəssalam, hər işi qaydasına düşəcək.